Siz heç qarşısındakı insanların davranışlarını və duyğularını fövqəladə bir dəqiqliklə oxuya bilən insanlarla qarşılaşmısınızmı? Əgər belədirsə, böyük ehtimalla qarşısındakı tərəzi bürcündəndir. Onlar üçün həyatın hər anı balans və harmoniya üzərində qurulub. İnsanlarla münasibətləri, dostluqları, hətta işləri belə hər zaman bir tarazlıq üzərində saxlamağa çalışırlar. Tərəzilər konfliktləri sevməzlər. Onlar üçün ətrafdakıların hər biri xoşbəxt olsun deyə çalışmaq həyatın bir parçasıdır. Amma unutmayın ki, bu onların zəifliyi deyil. Əksinə, bu onların ən böyük gücüdür. Çünki tərəzilər həm ədalətlidirlər, həm də insanları bir araya gətirə bilirlər. İnsanlar onlarla söhbət etdikdə sanki anlaşılmaz düyünlər açılır, anlaşılmazlıqlar yox olur. Onların gözəllik və estetik duyğusu isə tamamilə fərqlidir. Sadəcə baxmaq üçün deyil, hər şeyi gözəlliklə doldurmaq üçün yaşayırlar. Ev dekorasiyasından geyimlərinə, hətta danışıq tərzinə qədər hər şeydə incəlik axtarırlar. Bir tərəzi ilə görüşdükdə sanki hər şey daha harmonik və sakit görünür. Amma tərəzilər bəzən qərarsız görünə bilər. Çünki onlar hər şeyi iki tərəfdən görmək istəyirlər. Hansı doğru, hansı yanlış sualını hər zaman özlərinə verir və bunun üzərində düşünürlər. Amma əslində bu onların gücüdür. Hər vəziyyəti dərinliklə analiz etmək, insanları başa düşmək qabiliyyəti. Onlar yalnız özləri üçün deyil, başqaları üçün də tarazlıq yaradırlar. Tərəzilər dostlarını seçərkən çox diqqətlidirlər. Onlar üçün səmimi, anlayışlı və ədalətli insanlar çox dəyərlidir. Yalnız səthi münasibətlər onları uzun müddət məmnun etmir. Çünki onlar həyatlarını əsl dərin və mənalı əlaqələrlə doldurmaq istəyirlər. Bəs sizcə tərəzilər həmişə ədalətli ola bilirlərmi? Yoxsa bəzən öz tarazlıqlarını qorumaq üçün kompromisə gedirlər? Şərhlərdə fikrinizi yazın. Sizin düşüncələrinizi çox maraqla oxuyacağam. Və unutmayın, əgər siz bürclərin sirlərini, güclü və zəif tərəflərini öyrənməyi sevirsinizsə, kanala abunə olun və zili basın. Çünki burada sizə hər zaman yeni sirlər, maraqlı faktlar və insan xarakterlərini kəşf edən videolar təqdim olunacaq.